Herkese salam dostlar, ben İbrahim. Yepyeni bir video ile karşınızdayım. Dostlar, bildiğiniz gibi bir iki gündür video gelmirdi. Bazı problemlere göre yanlarına üzülür sayın. İnşallah devamlı atmağa çalışacağım videoları. Dedim bir günler ne edeyim dostlar? Chat GPT kadromuzu kursun. Həmişə yəni biz qurmayaq, bizim xəyali kadromuz olmasın. Biraz da chat GPT kursun. Yazaq soruşaq. Chat mənə öz xəyali ilk 11'ini kur. Baxaq görək nə quracaq. Deməli, qapıçı Alison Becker. Alaq. Alison Becker. Düşək aşağı. Ama Alison var məndə. Olmalıdır amma. Hə, var. Alison gəldi. Görək. İndi elə bilim silindi. Müdafiə Trent Alexander-Arnold. Trent Alexander-Arnold. Hanı Trent? Sağ bekler hardadır? Yuxarıda olmalı. Hə. Trent Alexander-Arnold. Görək kimi deyir. Burada Virgil van Dijk, Mitchell van de Ven var. Müdafiəyə stoperlərə gələk. Mitchell van de Ven, Virgil van Dijk. 2 dənə oyun kurucu, sadaq oyunçuna. Sağ beklərə görə kim deyir? Sağ bek. Ben sağ bek. Orası neresi? Ne bileyim ben sağda bir yer. Solcuna. Alfonso sağ bek də oynayır axı. Niyə yalan danışsan? Hə. Burada bizim müdafiə xəttimiz hazır. Keçək görək aşağıya. Yarım müdafiə Rodri. Rodri. Oradaydı Rodri. Rodri də gəldi. Baxaq görək. Jude Bellingham, Kevin De Bruyne. Jude Bellingham. Var idi Bellingham məndə. Yadımdan çıxdı. Kevin De Bruyne A2'si də var imiş. Bellingham gəl. Ona nəyə bastım mən? Kevin De Bruyne gəl. Bunlar da hazır. Düşək aşağıya. Hücuma deyir Mbappe, Erling Haaland, Muhammed Salah. Mbappe, Erling Haaland. Bizdə Salah yoxdur deyəsən. Muhammed Salah yoxdur bizdə. Gedək Salah alaq gələk. Var imiş, gedib almışam. Ola gedib almışam. Məzərəmlə dipi qutardı. Etsinə belə oynayaq. Ayda bu burada oynamır ki. Çəkək sağ kanata belə bir şey eləyək. Məcburiyyətdən. Görək yerəklərə kimi deyəcək. Sən canı, De Bruyne nə vaxtdan DOS oynayıb? Düzəltdiyi şeyə bax. 5 dənə də yedek haqqı de. Qapıçı Dubois Courtois. Hara lazım olacaq bizə? Müdafiə Əşrəf Hakimi. Qəşəng lazım olacaq o bizə. Sənin mən chat GPT bütün oyunu şey elədin. Görək sonra nə deyir? Toni Kroos. Oyunda Toni Kroos var ki. Toni Kroos yoxdur, olmayacaq. Vinicius Junior. Başqa kimi demişdi, bir dəfəlik alaq. Harry Kane. Vinicius Harry Kane.
Birini də biz seçək də. Harry Kane, gəl. Vinicius, haradasan Vinicius? Vinicius, sən də gəl. Birini də biz seçək. Kimi seçək? Aktivlərdən. Cavan oğlanlardan kimləri seçə bilərik? Baxaq. Lamine Yamal olsun da biri də. Qalanlarına da bir dənə tez bazar şey eləyək. Keçək oyunumuza dostlar. Və bəli dostlar, rəqib gəldi. Birinci klasman. Oha! Yəni başlayan kimi də belə yox. Bizim də kadromuz Allaha əmanətdir. Yəni ChatGPT-yə görə mükəmməl bir kadrodur. Amma mənə görə məncə mükəmməl bir kadrodur. En azından aşağı baxan yoxdur. Belə də başlayacağım. Rəqibin də kadrosuna baxaq deyəcəkdim. Rəqib bizi içimizdən keçəcək. Bu arada birinci klasmana çıxmağıma az qalmışdı. Tam yəni momentində gəldi bu rəqib ki, mənə salsın tərzdən. Mən yenə özümü öldürürüm birinci klasmana çıxmaq üçün. Görək, inşallah momentum, onsuz da ehtimal momentum bizə verəcək. Çünki bizdə şey azdır. Nədir onun adı? Kollektiv güc azdır. Rəqib də yəni birinci klasmandan gəldi. 95.000 də idi, 9.500 də idi, nə idi, elə bir şey idi. Ay, stadyumumuz ağzına kimi dolu. Bizim stadyumda yəni biz udmaq biraz çətindir. Amma bu kadro ilə çətindir. Mən çift vuruş eləyə biləcəyim oyuncu yoxdur. Abi gəlir. Belli etdi. Oradan yəni girərdi də qapıya. Mən Edersona güvənmirəm. Pele. Aha, Pele hara? Mən Muhammed Salahım hara? Andevin. Yəni top qabağında qaldı. Sonuç belə bir kadron olsun, belə bir gol atmayasan da. Ancaq rəqib səhv eləməlidir ki, biz gol ataq. O da eləyənə oxşamır ki, birinci klasmandadır. Ne oldu orada? Mitski Van de Ven. Zlatan. Çatçıpti. Sen güvenmiştin Çatçıpti. Sen de mi kullandın beni? Söyle. Bir şey de, yalan de, doğru değil de bir şey de. Yani çok ağırdılar bunlar. Çıkma. Yani bilmirəm dostlar, bu yəni bizim içimizdən keçəcək. Birinci klasmandır. Mən deyəcək istəyim yoxdur. Çatçı biti qurdurup kadronda. Neynəmək olar? Gecdir hər şey üçün. Dirəyə dəydi. Allahdan dirəyə dəydi. Mən yəni hələ 2-0-dan qaytarmaq üçün bir ümidim var. Sözün açığı. Prosta çətin məsələdir belə baxın. Qaçdım Mbappe. Bir də Mbappe'yə güvəndim. Çünki az kadroda oynadıram Mbappe'ni. Çatarsan, ayda. Paul Scholes, Zlatan, Keçərsən Arnold, Kevin De Bruyne paslar yaxşıdır. Gördüm elə. Yox, getmir. Allah haqqı alınmır. Çıxma oyundan görəsə.
Başqa çarəm yoxdur. Bunu eləməliyəm mən. Çünki gəlir. Yəni bunun hücumçularının sürəti hara, mənim müdafiəçilərimin sürəti hara. Yəni mən normal öz kadrom olsa inan ki mən bunun içindən keçərəm də bu qaqaşın. Belə oynayışına baxıram, yaxşı oynamır. O yəni oynayışı o qədər də yaxşı deyil. Sadəcə oyuncular çox yaxşıdır. Yoxsa mən bu qaqaşın içindən keçərəm. Amma bir də mənfi cəhətimiz odur ki, az kadroda deyilik. Gördüyünüz kimi də nə edirlər? Giz-giz səhvlər edirlər bizimkilər. Və gəldi. Ancaq belə qollar attı. Birinci qolla qabağında qaldı, ikinci də üçüncü də. Biz hücuma belə çıxa bilmirik də, yəni o dərəcə. Çox doldurdum yəni. Çox doldurdum. Bu arada demək yadımdan çıxıb, qazına bilməsək bir epik sildik. Yəni indi kasıbın olanlar var, bir dənəsini silərik. Allah hücuma takımı bir ümid. Hücum belə eləyə bilmirik də, yəni çat sənin mən qurduğum komandanın, sənin xəyalı ilk 11-in, sənin xəyalının, mən nə deyim sənə? Yəni heç nə eləyə bilmirəm də. Oturmuşam İbrahim amcının mənə gözləm, adaşımın mənə saplamağı gözləyirəm. Aha, hücum şansı. Normal at. Bunun vurduğu şeyə bax. Haaland sənin başını. Senin kafanı sikeyim. Gələr 4-0. Birinci tam 4 dənə top vurub bizə. Qapısına getməmişik. Bir dəfə top oynamamışıq ya kişi. Allah haqqı öz kadrom olsa mən bunun içindən keçərəm. Bunu oynamağı oynayış deyil yəni. Aynen aynen. Alfonso Davies inşallah pası verəsən. Doğrudur. Qeyrət qolu. En azından onu vurdu. Heç olmasa bir dənə orta açaq. Muhammed Salah neyniysən? Ay Allah. Of. Bedon be bedon. Kes olmasa bir dənə də vuraq. Hemen Bellingham'a atmışdım. Oyun da bizden yana değil. Oyun belə ona şey verir. Bundan artıq neyniyim mən? Bundan artıq neyniyim? Müdafiə yox. Gördüyünüz kimi dostlar 5-1. Yəni mən əlimdən gələni elədim ki, görürsünüz ki, mən burada bu kadro ilə belə pas bundan çox eləmişəm. Başarılı pasım Paşteyn idi bundan. Görün. 45 min. Valla mən
İlk 300-dəki rəqibi də udmuşam. Üzr istəyirəm. İlk 10-dakı rəqibi də udmuşam. 20 puan azaldı. Gedək oyuncu silək. Sözləşmə nədir? Takımın oyuncular kimi silək. Bu nədir? Dostlar, sildiyi oyuncusunda görürsünüz ki, mən əlimdən gələn elədim. ChatGPT-nin qurdurduğu maksimum kadro budur. Bundan artıq əlimdən heç nə gəlmir. ChatGPT bizi batırdı. Sildirmək üçün əlimdən gələni elədi. Nəysə dostlar, gələn videoda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Bay bay.